Hamınızı xoş gördük. Sizi Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Gəncədən salamlayıram. Gəncə paytaxt Bakıdan təxminən 370 kilometr qərbdə yerləşir. Tarixi memarlığı və təbiəti ilə insanı heyran edən bu şəhərdə gəzdiyim yerləri sizinlə bölüşmək istəyirəm. Gəlin birlikdə bu səfərə çıxaq. Şah Abbas Cümə Məscidi Gəncənin ən möhtəşəm dini abidələrindən biridir. 1606-cı ildə Səfəvi hökmdarı Şah Abbasın göstərişi ilə inşa edilib. Qırmızı kərpiclə tikilən bu məscid yerli memarlıq ənənələrinin parlaq nümunəsidir. İçəri daxil olanda tarixin sükutu və ibadət edənlərin duaları bu məkanı çox fərqli bir ruhla doldurur. Məscidin həyəti genişdir və burada həm sakinlər, həm də turistlər dincəlir. Gün batımı zamanı isə bu məkan daha da sehirli görünür. Türbəsində Azərbaycanın igid sərkərdəsi Gəncənin son hakimi Cavad xan uyuyur. 1804-cü ildə Gəncə döyüşündə ruslara qarşı mərdliklə döyüşüb şəhid olmuşdur. Bu türbə onun qəhrəmanlığının rəmzi kimi ucaldılıb. Hər gənc Azərbaycanlının tarix dərsi bundan keçməlidir. Cavad xan adı bu şəhərin qürurudur. Gəncənin ən qeyri-adi memarlıq nümunələrindən biri Butulka ev. Bu ev 1967-ci ildə qəhrəman Əli Muradov tərəfindən 50 mindən çox şüşə butulkanın birləşdirilməsi ilə inşa olunub. Hər butulka buranın divarlarında bir xatirə kimi əks olunur. Ev yalnız memarlıq baxımından deyil, həm də ekologiya olan münasibəti ilə də nümunədir. Sahibi bu evi illərlə tikib, sevgi və zəhmətlə formalaşdırır. Onun əlləri ilə qurduğu bu orijinal ev indi çox sayda turistin maraq nöqtəsidir. Girişdə qarşılayan mehriban ev sahibi evi tarixçəsini qürurla danışır.
döyüşdə. Oğlum Pustinçi, Yusif. Deyir, elə bir şey çəkəcəm, dünyada belə bir şey yoxdur. Burada ən çətin bir şey nədir? Bunlar şuradır. Bunlar dərmanlıqlar, təmizləyirlər. Bunlar hamısı dənə-dənə sortidən gəlib. Bunlar şüşədən də çətinlər, bunlar əl işləridir. Bu naxışlar da o vaxt olur. Bunlar hamısı mən göstərəcəm, hansı daşlarla gəlib, qırılıb, yəyənə dənə-dənə yeyir. Bu üçüncü Stalingrad döyüşlərində. Burada memarı da oxuyur. Bu gəlib onun xatirəsinə düşür. 70'dən də bəri bura turist gəlir. Albom göstərəcəm, dünya orada prezidentlər də var da, belə məşhur adamlar. İngilis dilində yəqin bilərsiniz. Orada oxuyarsınız da, burada kimlər olur. Bunlar yağışdı deyə bağlayır, bunlar xarab olur, bunlar gəlib elə yığamırlar. Onlar deyir, sınaşmışıq. Yağış onu bağlatdırır. Yəni hamısı eyni yığılıb da bunlar. Onlar ayrı cüzdür bunlar, amma bunların materialı şüşədir. Bunlar əli şəkliyə, bu daşlar xarab olur, bunu gəlib belə səliqəylə yığamırlar belə. Onca bağlayırıq yağışda. Gəncənin şəklidir. Qarton qalır, daşın üstünə işlənir. Bunları yığmaq şüşədən çətin işdir. Bunun yəni başı böyle gələnlərdir. Yəni bu çox başı çıxar. Bizim Şah Abbas məscidinin minarələri daşın üstündə işlənir. Gün vurub bunlar xarab. Bunları yığmaq şükür. Bunlardan da çətin bunları yığmaq. Bunlar sırf hamısı əl işidir. Dənə-dənə yığılıb. Bunlar qırılıb hamısı yerlə yiyələnib. Burada çox insanlar gəlir. Deyir, bu nə işdir? Çimətlə yığıb bunları. Bunlar şüşədən də çətin işdir. Çünki bunlar dəqiqli işdir, zərcə işidir bunlar. Çox qəşəngdir. Bu da əl işidir. Biz yağış olan bu bağlayırıq. Bunlar da əl işlər. Burada çox turist gəlir. Biz eləyəcəm, burası onlar bilməyib, arvad özü yaxşı bilmir. Bax, aksiyonda kimi yaşamış. Siz verin qabaqdınız. Bu sırf nədir? Bu sənət əsəridir. Çünki o daşları elə yığılmaq verir, o insana nə qədər sən görsənət, sənət var. Daşların iləncini, o cümaitallərini görsənir, deyir, o buzun altındakı daşın rəhlərinə baxın. 5 dənə orada rəh var, 5 dənə də var. Elə daşın iləncini axtarsaq da tapanlar. Amma bu iki misaldadır. O balezalar var, bacı, bax, buradan görürsünüz nətər yığılır, daşlar nətər işlənir. Bu vaxt məsiyər, sarı məsiyər. Bizim də üçün ətən normal məsiyəni eşq olsun. Bu şüşədən də çətin, bizə gələnlər deyir, Amerikadan, onları yığmaq. Çünki onlar hamısı görülür, bir dənədir, zərgə işi. Müasir Gəncənin ritmini hiss etdiyimiz məkandır. Burada alış-verişdən tutmuş, əyləncə və istirahət imkanlarına qədər hər şey mövcuddur. Gəncənin gənc nəsli, ailələr və turistlər bu məkanda vaxt keçirməyi çox sevir. Bu isə şəhərin canlı və müasir tərəfini göstərir. Göygöl Azərbaycan təbiətinin incisi sayılır. Göygöl 1139-cu ildə baş verən zəlzələdən sonra Kəpəz dağının bir hissəsinin sürüşərək Kürək çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Təxminən 96 metr dərinliyi ilə ölkənin ən dərin göllərindən biridir. Pistə kimi təmiz suyu, ətrafındakı sıx meşələr və sakitliyi ilə buranı seyr etmək insana əsl rahatlıq verir. Mövsüm fərqli gözəlliyə bürünən Göygöl fotoqrafların və təbiət sevərlərinin sevilmiş məkanına çevrilir. Burada gəzinti üçün yollar, oturacaq yerləri və müşahidə nöqtələri də var. Əgər sakitlik və təbiət axtarırsansa, Göygöl mütləq ziyarət edilməlidir.
türbəsi Gəncənin ən müqəddəs məkanlarından biridir. 8-ci əsrə aid olduğu düşünülən bu ziyarətgah İmam Məmməd Baqir'in 8-ci əsrdə vəfat etmiş oğlu İbrahimə aiddir. Gəncə xanı Cavad xan Qacarın hakimiyyəti dövründə türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayı Sadıq rəhbərlik etmişdir. Rəngli günbəzlərin, naxışlı divarları və geniş həyəti ilə buranı ziyarət edənlər həm tarixi, həm də dini duyğuları bir arada yaşayırlar. Türbə yalnız bir ibadət yeri deyil, həm də mənəvi sığınacaqdır. Buraya gələn insanlar dua edir, iç dünyasına yönəlir. Gəncəyə gələn hər kəsin yolunun düşməli olduğu bu məkanda tarixlə inanc birləşir. Dostlar, ümid edirəm ki, videonu sona qədər izlədiniz. Əgər bəyəndinizsə, bəyən düyməsinə basmağı, videonu paylaşmağı və ən əsası kanalıma abunə olmağı unutmayın. Hələlik!